Bu arada yenə gözümə sataşdı. Yenə gözümə sataşdı Arif Paşayevin statusu. Bu gün Bərdə rayon prokurorluğundan prokuror Nərgiz xanım mənə zəng vurub, bildirdi ki, ayın 17-sində Bərdə rayon prokurorluğuna gəlməlisiniz. Prokuror Rəşad İskəndərov sizinlə görüşmək istəyir. Bir neçə gün əvvəl Bərdə Su Meliorasiya Sistem İdarəsi, hər nəysə, idarənin ümumi şöbənin müdürü Xalid Abdullayev rüşvət alma faktına görə prokurora müraciət eləmişdim. Bu prokurora deyin, bu işlər mənim diqqətimdədir. Prokurora və prokurora deyin ki, qabil bu işləri diqqətdə saxlayır. Nərgiz xanım və prokuror Rəşad İskəndər. İnanın Allaha sizi divara dırmaşdıraram. Prokuror, sənlənəm ha, prokuror. Prokuror, elə günə qoyaram dəymişin dura-dura kağın tökülər. Eləmə. Bilirəm, Xalid Abdullayev bu oğraşı əvvəl müdürü verdi. Sonra alınmayanda bu verdi. Sonra gəlib günah o qədər böyük cinayətkar heç məhkəməyə gəlmədi. Nə vəkili, nə özü. Hamısı mənim diqqətimdədir. Arif Paşayevə görə bütün onun iradları, onun o haqlı problemləri işıqlandırıb Arif Paşayev. Ona diqqət yetirin. İnanın Allaha. Elə bu hakimiyyətdə sizi məhv elətdirərəm. Nəyin ki, bunlardan sonra. Bir-birimizi eşidək. Yaxşı mı? Nə olsun prokurorsan? Bir-birimizi eşidək. Mən nə deyirəm? Deyirəm, ədalətlə yanaş. Mən ədalətlə yanaşmasam,